Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Bugün dekabrın 27-sidir və dekabrın 28-nə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti paylaşıb və biz də həmin məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində fasilələrlə yağıntılı olacaq. Bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu, qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz isə 5 dərəcəyə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə isti, gündüz isə 5-8 dərəcə isti olacaq. Dağlarda isə gündüz 5-8 dərəcə isti, gecə isə üzr istəyirəm, dağlarda isə gecə 6-11 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacaq. Gecə isə bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var. Odur ki, maksimum dərəcədə diqqətli olmaqda fayda var.